Hə. Deməli yoldaşlar, bir dəqiqə baxım görüm. Qeyd elədim. Aha, eləmişəm. Tamam. Deməli yoldaşlar, baxın. Mən sizə bu gün atomun quruluşu ilə bağlı qısa qeydləri atacağam. Qısa deyəndə, yəni təkrar eləməniz üçün, qaydaları yadınıza salmağınız üçün sizə video atacağam ki, qəşəng-qəşəng mütləq şəkildə baxın. Əsas yerləri harası, onların hamısını sizə bir-bir deyəcəm ki, sınavda rahat işləyə biləsiniz. İlk öncə gəlin mən sizə atomun şəklini göstərim. Atomun quruluşunu sizə göstərim. Quruluşu. Gəlin şəkillə sizə elə göstərim, rahat başa düşə biləsiniz siz də. Məsələn, bax bu şəkildə danışağım. İnşallah. Hə. Biz bunu böyüdək. Yəni ki, böyümək olmur. Biraz böyüdüm. 2 dəqiqə. Bax. Bu şəkil bax belədir. Bax, bu orta var ya, bax bu orta. Bura. Bura nə adlanır yoldaşlar? Bax, bu tən orta qırmızı ilə ya mavinin olduğu yer. Nə adlanır? Nüvə. Bax, burada nədir? Nə adlanır orta? Nüvə. Bax, atom nədən ibarətdir? Ortası nədir ortasında? Nüvə olur. Bax, kənarlarında nələrdir? Kənarlarında o halqaların içərisində fırlananlar nələrdir? Yaşıl rəngli olanlar nələrdir? Bax, elektronlardır. Atom dedik nədən ibarətdir? Ortada nüvədən ibarətdir. Bəs yaxşı, nüvənin içərisində nə görürsünüz uşaqlar? Nüvədə nə görürsünüz? Bax, bir mavi rəngdə olan proton, bir də qırmızı rəngdə olan nə görürsünüz? Neutron görürsünüz, düzdürmü? Deməli, onda biz deyirik ki, bax, atom nədən ibarətdir? Qırmızı neutron və mavi protondan. Yəni, nüvə nədən ibarətdir, yoldaşlar? Neutronlardan və protonlardan ibarətdir. Kənarındakı yaşıllar nədir, yoldaşlar? Onlar da elektronlardır. Bax, bu atomun quruluşudur. Atomun ortasında nüvə yerləşir. Nüvə özü nədən ibarət oldu? Qırmızı neutrondan və mavi protondan. Kənarındakı yaşıllar nədir? Onlar da elektronlardır. Onu da biz özümüz üçün qeyd edirik. Deməli, nüvə nədən ibarət oldu, yoldaşlar? Yazırıq, nüvə bir protondan ibarətdir. Bir də nədən ibarətdir, yoldaşlar? Neutrondan ibarətdir. Bunu öyrəndik. Sonra mən sizə öyrədəcəm, uşaqlar. Biz bilirik də, bu mən çox xırdalığıma ehtiyac yoxdur. Proton şərti işarəsi P-dır və yükü uşaqlar müsbətdir. Protonun yükü necə olur? Müsbət. Neutronun şərti işarəsi N-dır və uşaqlar 0-dır. Yəni yüksüzdür. Yükü yoxdur. Bir də var uşaqlar elektron. Elektron da E hərfi ilə işarə olunur və elektron mənfi olur uşaqlar. Bax, bunları da qəşəngcə bilin. Proton P ilə işarə olunur, həmişə müsbət yüklüdür. Neutron N ilə işarə olunur, 0-dır, yəni yüksüzdür. Elektron isə E ilə işarə olunur, yəni necə yüklüdür uşaqlar? Mənfi yüklüdür. Sonra uşaqlar mən sizə öyrədəcəm vacib hissələrdən biri nədir? Uşaqlar atomda, baxın da diqqətlə. Bir dənə buraya yazıram atomun tərkibi. Atomun tərkibi. Bax, buranı çox yaxşı başa qulaq asın uşaqlar. Qarışdırırsınız. Bir dənə atom çəkirəm. Fərq yoxdur, naməludur bir dənə elementdir. Bu elementin yuxarısında yazılan rəqəm var, ortasında yazılan rəqəm var və aşağısında yazılan rəqəm var. Uşaqlar, mən sizə öyrətmişdim ki, sol tərəfdə ən yuxarıda olan rəqəm nə adlanırdı? Ayır. Bu nə idi? Nisbi, nə? Atom kütləsi adlanırdı. Ortadakı nə adlanırdı uşaqlar? Neutron. Nə adlanırdı? Neutron. Bəs ən aşağıdakı nə idi? Uşaqlar, ən aşağıdakının bir sıra adı var. Bax, həm proton adlanırdı. Proton. Ən əsas bu protonlu. Sonra nə adlanırdı? Həm elektron idi. Elektron. Həm sıra nömrəsidir burada yazılan rəqəm. Həm də nüvənin yükü idi. Bax, bir də deyirəm. Elementin sol tərəfində ən yuxarıda dayanan rəqəm onun nisbi atom kütləsidir. Ortada dayanan rəqəm isə neutron adlanır. Ən aşağıda olan rəqəm nə adlanır uşaqlar? Proton ya elektron sıra nömrəsi və nüvənin yükünü göstərir. Uşaqlar, bu normal neytral atomdur. Uşaqlar, bu nədir? Bax, başında heç nə yoxdursa, nə müsbəti, nə də mənfi yoxdursa, ya da təpəsinə 0 yazıblarsa bu tərəfinə, ona neytral atom sayılır. Bax, bir də deyirəm, təpəsində heç nə mənfi ya da müsbət yazılmayıbsa, onda bu nə sayılır uşaqlar? Neytral atom. Və mütləq şəkildə yadınızda saxlayın ki, neytral atom da, indi dedim də, buradakı rəqəm həm protonu göstərir, həm elektronu göstərir. Yəni, neytral atomda proton elektrona nə olur uşaqlar? Bərabər olur. Yadınızda saxlayın. Proton elektrona
bərabər olur neytral atomda. Yaxşı olan, mən bir də qayda deyəcəm sizə. Bax, dedi ki, ən yuxarıdakı air nisbi atom kütləsidir. Orta neutrondur. Aşağı isə proton adlanır. Şöyle düstur deyirəm, yadınıza saxlayırsınız. Yuxarıdakı ədəd, yəni nisbi atom kütləsi bərabərdir ortadakı ədədlə aşağıdakı ədədin cəminə, yəni neutronla protonun cəminə. Bir də deyirəm, ən yuxarıda duran rəqəm ortadakı rəqəmlə ən aşağıdakı rəqəmin cəminə bərabərdir. Yəni neutronla protonun cəminə bərabərdir. Birdən buradan sizə desəm, bəs neutronu ya da protonu necə tapaq uşaqlar? Deyirsiniz ki, müəllimə, bax kütlədən neutronu tapanda protonu çıxıram. Protonu tapanda isə kütlədən neutronu çıxıram. Bax, neutronu ya da protonu axtaranda çıxırsınız. Digər verilənləri kütlə ilə protonu və ya kütlə ilə neutronu. Amma ən yuxarıdakı kütləni tapmaq istəyirsinizsə, onda onları topluyorsunuz. Bax, bu ən vacib hissələrdən biridir. Hətta istəyirsinizsə, gəlin bir damcı bununla bağlı sizə suallar da göstərim. Ya da qalsın, testlə bağlı izahlarda bir başqasını da göstərərəm. Bunu da qoyaq bir kənara. Bircə dəqiqə, mən nə izah edirdim? Hə, bu getdi. Yaxşı, bu hissəni ümid edirəm ki, aydın oldu və başa düşdünüz. İndi nədən danışacağım yoldaşlar? Bura getdi, buranı öyrəndiniz. Uşaqlar, sonra mən sizə öyrətmişdim ki, biz dedik atomu, bax, mən sizə bayaq şəkildə də göstərdim ki, atomun ətrafında nələri var idi? Ətrafında dediniz ki, elektronları var idi. Və biz sizə demişik ki, atom elektronlarını verə də bilər, atom elektron ala da bilər. Əgər atom elektronlarını verirsə, yaxşı adamdır da, verir. Onda nəyə çevrilir? Müsbət iona çevrilir. Yox, əgər atom elektron alırsa, pis adamdırsa, onda mənfi iona çevrilir. Deməli, müsbət ionun digər adı nə idi uşaqlar? Müsbət ionlar nə adlanır? Kation. Mənfi ionlar nə adlanır uşaqlar? Anion. Bir də deyirəm, müsbət ionlar adlanır kation, mənfi ionlar isə anion adlanırlar. Uşaqlar, məsələn, buraya yazıram, bax, kalsium 2 müsbət, bir də yazıram, nə bilim, azot 3 mənfi. Bu, üzr istəyirəm, burada səhv yazdım, mənfi yazmaq istəyirəm, 3 mənfi. Bax, bu nədir? Müsbətdir də, düzdürmü, təpəsində nə yazılır? Bu müsbət, bu kationdur. Kation. Bu nədir uşaqlar? Başında mənfi var da, mənfi olan nədir? Bu da olacaq anion. Uşaqlar, bu qaydanı mütləq yadınızda saxlayın. Mütləq. Ən çox uşaqların qarışdırdığı yerdir. Bilmirəm, neyinirsə eləyin, əzbərin yadınızda qalsın. Baxın. Protonu veribsə, protonu verib, elektronu soruşursa, baxın uşaqlar, protonu vermişəm, protonun qiymətini sizə vermişəm. Elektronu deyirəm, tap deyirəmsə, protonu verib, elektronu soruşursa, əgər ionun yükü müsbətdirsə, onda çıxacaqsınız. İonun yükü mənfidirsə, toplayacaqsınız. Yəni, əks işarə. Bax, bir də deyirəm. Sizə hər hansı bir sualda protonun qiymətini verib, elektronun qiymətini soruşurlarsa, o zaman baxırsınız, ionun yükü müsbətdirsə, siz çıxacaqsınız. Amma ionun yükü mənfi olsa, siz toplayacaqsınız. Yox, əgər tərsinə olsa, elektronu verib, yox, sizdən protonu soruşursa, əksini soruşur. Bax, elektronu verir, protonu soruşursa, onda deyirsiniz ki, mənim ionun yükü müsbətdirsə, elə toplayacaq. İonun yükü mənfidirsə, elə çıxacaq. Bir də deyirəm, yəni yazıram qabağına, eyni işarə. Baxın, yoldaşlar, protonu verirəm, elektronu sizdən soruşuramsa, onda əks işarə. İonun yükü müsbətdirsə çıxın, mənfidirsə toplayın. Amma yox, elektronu verib, protonu soruşuramsa, onda ionun yükü müsbətdirsə elə toplayın, ionun yükü mənfidirsə elə çıxın. Məsələn, bir dənə nümunə göstərim. Bu arada bir dənə buna deyim, elementin sol tərəfində yazılan
aşağıda yazılan protondur. Sağ tərəfdə aşağıda yazılan isə uşaqlar elektrondur. Bunu öyrənin. Sol tərəfdə aşağıda yazılan protondur. Sağ tərəfdə aşağıda yazılan isə elektrondur. Məsələn, sizə deyirəm ki, bir dənə elementdir. Bax, X yazmayayım, naməlum bir elementdir uşaqlar. Bu elementin ionun yükü 3 mənfidir, elektron da 7-dir deyirəm. Bax, belə eləyirəm. Hətta yazmayayım, bir dənə belə sözlə deyəm. Bax, yazıram bir dənə elementdir. Onun ionunun yükü. İonun yükünü biz harda yazırıq? Bax, sağda, yuxarıda. Deyirəm, ionun yükü 3 mənfidir. Və yaxud mənfi 3-dür, fərqi yoxdur. İonun yükü 3 mənfidir. Elektronun sayı isə 7-dir. Harda yazım? Sağda, aşağıda. 7-dir. Deyirəm, protonunu tap. Protonunu tap. İndi uşaqlar, mən sizə hansını vermişəm? Elektronu vermişəm. Protonu istəyirəm də, düzdürmü? Bax, dedim, axı, elektronu vermişəm. Protonu soruşuramsa, eyni işarə. Yəni, ionun yükü nədir? Mənfi. Onu da siz elə nə edəcəksiniz? Çıxacaqsınız. 7-dən 3 çıxanda nə qalır? 4. Deməli, protonunuz olmalıdır. 4. Başqasını verirəm. Məsələn, yenə bir dənə elementdir, naməlum bir elementdir. İonun yükü 2 müsbətdir. Burada da proton sayı da olsun 9. Yenilirəm. Protonu solda aşağıda yazırsınız. Deyirəm, elektronu tapın. Bax, elektronu tapırsınızsa, elektronu soruşursa, əks işarə. Yəni, ionun yükü bizdə nədir? Müsbətdir. Onda siz nə edəcəksiniz? Çıxacaqsınız. 9-dan 2-ni çıxanda 7 qalacaq. Yaxşı. Bunları ümid edirəm ki, hamı başa düşdü. Sonra bunu qoyuram bir kənara. Nəydən danışacaq indi? Uşaqlar, hidrogen izotop deyilən bir anlayış var idi. İzotop. İndi görə o nə idi yadınıza salaq? İzotop nə idi? Baxaq. Uşaqlar, izotopun sonu nə ilə bitir? Bax, izotop. İzotop. Nə ilə bitir sonu? P. Yəni protonla. Uşaqlar, izotop o deməkdir ki, protonları neyləsin? Protonları eyni olan atomlardır. Eyni olan atomlar. Şöyle izotop nədir? İzotop nə olur? Protonları eyni olan atomlar nə adlanırlar? İzotop adlanırlar. İndi uşaqlar, bunun izotop məsəl üçün sizə bununla bağlı testlər göstərim. Hələ ki, nəzəri hissəsini yadınıza salıram. Test hissəsində bunların hamısından bağlı nümunələr sizə göstərəcəm ki, izotop məsəl üçün sizə bununla bağlı necə bir sual verə bilərlər. Uşaqlar, hidrogenin bir dənə əzbər bunu mütləq bilin. Hidrogenin 3 dənə izotopu var. Mütləq bunları tanıyın. 3 dənə izotopu var. 1, 2, 3. Uşaqlar, hidrogenin proton sayı həmişə 1-dir. Bax, 1, 1. Proton sayı həmişə nədir? 1-dir. 3 dənə izotopu var. Birincisinin adı belədir. Protium. Digərinin adı belədir. Deuterium. Digərinin adı isə uşaqlar tritiumdur. Bir də deyirəm, 3 dənə izotopu var. Birinin adı protiumdur. Digərinin adı deuteriumdur. Digərinin adı isə tritiumdur. Uşaqlar, protiumun kütləsi həmişə 1 olur. Kütlə harda yazılır? Yuxarıda. Deuteriumun kütləsi 2 olur. Tritiumun kütləsi isə 3 olur. Uşaqlar, protiumda bax, mən demişdim ki, neytronu biz necə tapırıq? Bax, neytronu ya da protonu tapanda nə demişdim? Çıxırıq da. 1-dən 1 çıxanda 0. 2-dən 1 çıxanda 1. 3-dən 1 çıxanda 2. Bax, bunun neytronu oldu nə qədər? 0. Bunun neytronu oldu nə qədər? 1. Bunun neytronu nə qədər oldu? 2. Bu aşağıda yazılan rəqəmlər, uşaqlar, bunlar nə idi? Ən aşağıda yazılan 1. Hamısında eynidir. Proton. Axı, izotopun mənası nə idi? Protonları eyni olan, gördünüz hamısından 1'dir. Protium hansıdır? Kütləsi 1 olan. Deuterium hansıdır? Kütləsi 2 olan. Tritium hansıdır? Kütləsi 3 olan. Mən sizə belə sual verəcəm. Deyəcəm, hidrogenin hansı izotopları var? Deyəcəksiniz, mənə protium, deuterium, bir də tritium. Deyəcəm, hamısının proton sayı neçədir? Deməlisiniz 1. Deyəcəm, bəs protium hansıdır? Deyəcəksiniz, mənə kütləsi 1 olan protiumdur. Deyəcəm, bəs deuterium hansıdır? Deyəcəksiniz, mənə kütləsi 2 olan deuteriumdur. Deyəcəm, bəs tritium hansıdır? Deyəcəksiniz, kütləsi 3 olan mənə tritium olacaqdır. Bu da oldu uşaqlar. Bunlarla bağlı hissələrimiz, topla bağlı hissələrimiz. Bunları da sizə nədir? Deyəcək. Gəlir atomların, o belə deyək də, elektronlara ayrılması.
Onu da yenə bir video kimi edəcəm. Onu da mütləq şəkildə baxarsınız.